Yemeğimiz artıq hazırdır. Aha. Güləmər bunu hazırladı. Şık mırsayağı tabaka, Gürcü mətbəxinə adiyyəti var və göbələk şorbası, krem şorba. Göbələk şorbasını biz özümüz fikirləşdirmişik, belə deyək, amma əsas olaraq İtalyan mətbəxinə məxsusdur. Yəni, amma Azərbaycanda, bura Azərbaycanda biz bütün yeməklər bizimdir, bizdən öyrəniblər. Ən güclü də mətbəx Azərbaycana məxsusdur. Ən zəngin mətbəx, ən dadlı mətbəx Azərbaycana məxsusdur. Yəni, milli mətbəximiz. Bugünkü yeməklərimiz bu deyil, sizin indi qiymət verməyimiz qalsın. Görək ki, sonra dadı olaraq. Çünki nə? Mən əslində qalanda mal ətindən çox aram yoxdur. Quş ətlərini daha çox sevirəm, balığı sevirəm. Və ona görə mən bilirəm, mən dadına baxacağam. Bir də ki, şorbalardan da ən çox sevdiyim şorbalardan biri deməli göbələk şorbasıdır və bir də tomat şorbasıdır. Onda bir məsuliyyət. Yəni, güclü olmalı ki, bəli. O gərək onda o dadlı olsun ki, sizin ağzınıza dadlı uyğun olsun. Sizin sözünüzə də qüvvət, onu demək istəyirəm ki, bir dəfə fikir verin, xarici ölkələrə gedən kimlənsə söhbət ilə deyil, hər kəs gedəndə mütləq formada ya biraz arıqlayır, gəlir, ya da ki, ayda dadsız, duzsuzdur deyib gəlirlər. Hətta İtaliyaya belə gedənlər o İtaliyanın spagettisindən o dadı almırlar ki, burada o dadı ala bilirlər. Və ən gözəl mətbəx Azərbaycan mətbəxidir. Bir sual Sayın xanım öz aşpaz olsaydı, ya aşpaz müəllimi olsaydı, ilk dərsdə uşaqlar üçün nə işlərdi? İlk dərsimiz olsaydı başlayardıq ümumiyyətlə bıçağı tutmaqdan, qazın ölçüsünü yeməklərə görə tənzimləməkdən və bir də əlinizdə hansı işi görürsünüzsə, görə bir əlinizdə də onu yuyub səliqəli qırağda qoymaqda. Bəs hansı yemək sizin üçün daha çox yaxşı çıxır? Əlinizdə o yeməyi. Mənim əlimdə sizə yaxşı pişirən olmurdu. Yəni hansı yemək sizə təriflənir? Təriflənir deyim sizə. Deməli, İtalyan mətbəxindən mən bir gözəl yeməyim var. Belə chickis limonum adlanır. Yəni döşəti limondan, limondan qaymaqla. Bunu hazırlamağı çox sevirəm. Amma mənim evimə qonaq gələndə, yanımdakı olanlarda, onlar da ki, mənim özbək aşımdan çox xoşları gəlir. Bir şey deyim ki, özbək aşına, amma mən sarımsaq vurmuram. Kök vururam, amma sarımsaq vurmuram. Sizə bir maraqlı məzəli düzü sualı var. Hansı yemək heç vaxt yanmayıb ya da yanıb, amma siz heç vaxt etiraf etməmisiniz? Hansı yemək yanıb, amma siz onu heç vaxt etiraf eləməmisiniz? Yəni sizin əlinizdə. Hər bir xanımın heç olmasa bir dəfə toxunu yandırmağı var. Yanıb. Yox, yanıb. Deməli, evimizə qonaq gələcəkdi. Məndə ki, yəni biz iş adamları olduğumuza görə biz çox zaman evdə eləmirik də, yəni evdə vaxtımızı, mətbəxdə vaxtımızı çox apara bilmirik. Qonağımız gələcəkdi, mən yemək hazırlamalıydım. Ən asan və ən tez ola biləcək iri kartuşkaları mən doğradım, onu marinavat elədim, toyuq ətini marinavat elədim, hamısını bir yerdə qoydum sobaya. Başım qarışdı bunlara, gördüm üzləri yanıb, üzlərini kəsdim, dedim bu elə belə pişir. Yəni üzləri kəsilməlidir. Çünki toyuğun dərisi ziyandır. Kartoşkadakı qabıqlı, onun nazik qabığı olanda qabıqlı isə dedim o qabığı kimisi bəyənər, kimisi bəyənməz. Ona görə hamısının üzünü kəsmişəm. Başqa bir sualım var. Aşpazlıqda uğur qazanmaq üçün ən vacib xüsusiyyət nədir? Sizin fikrinizcə. Aşpazlıqda ən böyük onun belə deyək, dadını, duzuna fikir vermək lazımdır. Çünki restoranlarda belədir ki, duz miqdarını biraz az eləyirlər. Çünki hər kəsin damaq dadına, daha doğrusu damaq dadına uyğun gəlsin. Amma məsələn, duzlu olanda yeyə bilmirsən, şit olanda yeyə bilmirsən. O duzun miqdarını tuta bildinsə, sən gözəl aşpaz ola bilərsən. Bu, mən belə düşünürəm. Görəm, siz də düşünürsünüz. Bəli, əl duzluyu, o damaq dadı öz yerində. Həmişə demişik ki, 40% vurulur restoran sistemi. Amma bacarıq və bu mətbəxə pula görə yox, sevərək, yeməkləri istəyərək bişirəndə, yəni, onda o bacarığınla sən inkişaf eləyə biləcəksən. Yox, eyni yerdə mən bunu öyrənmişəm, mən bundan başqa addımlamaq istəmirəm.
Bir də deyirəm hər dəfə tələbələri ki, biz aşpazların gözündən oxuyun, ağzından oxuyun, qulağından oxuyun, əlindən oxuyun. Yəni ola bilər ki, biz himcim eləyirik də o birisi aşpaza ki, neysə belə qoy ki, buna əlavə elə. O qədər ayıq olmalıdır ki, o onu tutmalıdır. Yəni aşpaz ola bilər hər şeyi öyrədir, amma bəzi şeylər və onları gizlin saxlayır. Mən yox, mən halal xoşları olsun, nöqtə və virgül ilə hamısını başa salıram. Amma ümumiyyətlə deyirəm ki, o barədə də ayıq olun ki, sonra siz özünüzü inkişaf etdirə biləsiniz. Əlbəttə və mən burada tələbələr var. Mən o tələbələrə müraciət etmək istəyirəm. Çünki sabah hər biri hansı bir müəssisədə, hardasa, ən azı heç bir yerdə olmasa öz evlərində yemək hazırlayıb, yemək bişirəcəklər. Mən onlara bir tövsiyəm var. Odur ki, əgər sizin əhval-ruhiyyəniz yoxdursa, yemək hazırlamayın. Çünki ya gözəl əhval-ruhiyyə ilə məhəbbətinizi ona qatıb yemək hazırlayacaqsınız, ya da ümumiyyətlə hazırlamayacaqsınız. Çünki o kimin ki qarşısına qoyacaqsınızsa, o onu hiss eləyəcək. Mütləq formada hiss eləyəcək. Mən yeməyi sevirəm. Mütləq. Ya istəyirsən, edirsən, ya istəməyən etdiyin zaman sənin mənfi enerjin, mənfi auran həmin adama keçir. Mənfilikdən uzaq olar. Mənim ən böyük problemim odur. Bəli. Gələcəm, çox xoşuma gəldi burada. Axşamüstü mütləq, samavar çayı. Samavar çayı var burada, biləsiniz. Bütün müəllimləri özünə görə peşəkardırlar. Bəli. Hamısına da təşəkkür edirəm. Arxa fonda Arzu müəllimə var, ona da təşəkkür edirəm. Təşəkkürlər. Ürəyimiz də canımdır mənim. İndi prosta formasını geydim. Problem deyil. Gözəl həm qabiliyyətlidir, ümumiyyətlərdir. Əla. Yəni universaldır. Yəni Əsas gözəl insandır. Hamısı özünə görə professionaldır. Mən əmr edirəm ki, biz kurs olaraq bir müəllimin üstündə kursu qurmamışıq. Demək olar ki, 9-dan yuxarı bizim peşəkar müəllimlərimiz var, dekursalarımız var, şirniyyatçılarımız var. Biz bu cür bir sistemi yaratmışıq. Çox gözəl. Uğurlu olsun, xeyirli olsun.